Salam qızlar, sabahınız xeyir olsun, gününüz huzurlu, bərəkətli, xeyirli günlərdən olsun inşallah. Bugün 26 apreldir, həftənin bazar günüdür. Yoldaşım da evdədir, dedi ki, ailecə gedək, biraz havamızı dəyişdirək, yəni dağa getmək fikrimiz var. Gedib biraz dağın o gözəl, təmiz havasını alaq, havamızı dəyişdirək. Mən vloglarımda da qeyd etmişdim ki, bu aralar biraz başımda gicərlənmə var. Nəsə də halsız oluram, çox əsəblənirəm. Sistemləri qoydurdum, şükür, indi yaxşıyam. Nə qədər yaxşı olsaq da, intası deyir, gedək biraz havamızı dəyişdirək. İnşallah xeyir olar. İndi gedirik, biraz inansızmı, o dağın, o gözəl havasını aldıqca insan bütün dərdlərini yadından çıxardır. Hər şeyi unudur. Şəhərdən qalxırıq, biz çox qalxırıq, hündürə qalxırıq dağa. O dağın o gözəl sərinliyini aldıqca, o gözəlliyini, gözəl mənzərəli yerləri izləyib, dəmli çayını içdikcə, həqiqi insanın bütün dərdi varsa da Allah heç kəsə dərd verməsin, hamısı azalıb gedir. İnsan özünü elə yüngül, elə qəşəng hiss edir ki, indi birdən axılımıza gəldi ki, həm də evdəydik, gedək dedi. Həm havamızı dəyişək, həm uşaqlara biraz dəyişiklik olsun. Həm də ki, görək ki, bu hava dəyişdirmək yaxşı olacaqmı? İnşallah yaxşı olar. Nəysə, mən də girmişəm buraya. Tez bazar dedim, vlogumu açım, qızlarla salamlaşım. Biraz çəkiliş edərim inşallah oradan. Bir onu demək istəyirəm, belə çoxluq getmirik. Həmişə biz dağa gedəndə dostlar, tanışlara deyirdi ki, gedəyin, oturağın, deyəyin, güləyin. İndi bu dəfə sadəcə elə ailecə gedirik. Özünüzə baxın xanımlar. Çünki bir elə bilirdim ki, mənəm belə olan, amma bir tək mən deyilənmiş belə olan. Bir çox xanımlarımız yazdı ki, Nərgiz, sən videonda danışırsan, elə bilirəm ki, məni danışırsan, mənim haqqımda danışırsan. Elə dediyin kimi oluruq bizdə. Deməli, bu bir məndə deyil. Bütün xanımlarımızda var. Allah hər birimizə can sağlığı versin ilk öncə. Ailəmizin üstündə durmaya nəsib eləsin. Biz özümüzə baxaq, özümüzə dəyər verək ki, qıraqdan baxanlar da bizə dəyər vermiş olsun. Nəysə, deyəsən yenə çənəm düşdü. Gedək, görüşərik. Burada biraz ağrı-bəhər hazırlamışam. Çay götürmüşəm. Pomidordur, belə çeri pomidor aldım. Yumuşam, bunu da biraz xiyar. Bunu da yudum. Burada banandır. Kalbası aldım uşaqlara, onu da doğramışam, hazırdır. Bir də semçika almışam, bir də çörək. Bunu elə götürürəm, sadəcə atışdırmalıq. Yəni biz elə gedib süfrə açmağa getmirik. Bir də bunları götürəcəm, dağ gerir deyə soyuq olar. Bugünkü günümüzdə bacım yoxdur, çünki işdədir, icazə ala bilmədi. Bazar günləri işləri çox olur deyə icazə ala bilmədi, ona görə bacım işdə qaldı. Gələn dəfə inşallah birlikdə gedərik. Biz çıxdıq yola. Sizə xoş izləmələr. Gəldik, çıxdıq, elə indi çatdıq. 1 saat yarımdır yoldaydık. Biraz probaya düşdük. Burada da məktəb tələbələri gəlibdir. 2 maşın gəldilər. Elə bizlə bərabər dayanıblar.
Dəhşət soyuqdur, onu deyim. Biz də qolaçığıq, hələ indi gəlib üstümüzü geyinərik. Buradan da baxanda bütün şəhər görünür, xanımlar. Alixan, Ali. Soyuqdur mu sizə? Yox, geyinin. Bu hava aldadar. Soyuqdur, biraz gedən geyinin. Deyirəm, əsl kənd abu havası var. Elə gözəl, elə qəşəng. Hər kəs gəlir, oturur, dincəlir. Çox heç nə gətirmirlər. Məsələn, yeyib içməkdə, içmək kimi. Sadəcə ailəsi ilə gəlirlər. At minib sürənlər var. Gəlib video çəkənlər var. Hər cür dincəlmək üçün gələn insanlar var. Atları da gördüm. Lap atamın atları yadıma düşdü. Nədənsə at binib sürmək istəyirəm. Mənim gəncliyim, qız vaxtı o qədər at sürmüşəm. Atların belində keçib günüm. Evdən itəndə deyirdilər, hara gedib Nərgiz, gedirdim at binib sürməyə. Mən çox xoşlamışam at binib sürməyə. Baxın, səhərdən bu qızlara baxıram. Nəsə gəlib belə zontiklər düzəldiblər. Nə edirlər bilmirəm amma. Nə iş görürlər bilmirəm. Amma bir çəkiliş də etmirlər. Deyirəm, bəlkə də blogerlərdir. Nəsə çəkiliş zad edirlər, amma yox. Heç bir çəkiliş də etmirlər. Saat, bilmirəm, neçədir indi əlin. 5-in yarısıdır. Hələlik buradayıq. Üstümə belə qalın jilet geyindim. Çünki bir tiyakoftada artıq üşüyürəm, soyuqdur. Qəşəng dağ havası var. Qaranlıq olanı da istəmirəm getmək. Hələ o qədər cəmaat var idi. Məktəb studentləri, onların hamısı dağıldı. Bir qalmışıq biz. Bu tərəfdən gün düşür deyə bəlkə biraz açıq görünür, baxın. Şəhər də aşağıda görünür. Tam aşağıdadır. Burada nədən? Hı? Burada nədən? Burada nədir bilirsənmi? Nə? Nəsə də iş görürlər, şəkil çəkib, Instagrama atırlar. Amma özlərindən başqa heç kim də qoymurlar şəkil çəkməyə. Nəsə də ki, belə, elə bir ki, pul ödəməlisən, elə şəkil çəkməlisən. Bu da təzə qayda qanundur. Nə edirlər, Arxan gəl? Niyə elə orada oturub qalıblar onlar? Səni gözləyirlər. Məni nəyə gözləyirlər? Aşağı düşəyim deyə aşır. Hara düşürük hələ? Bu tərəfə də göstərim. Bu arxa ilə gedən qız yaman at sürür. Papagil orada oturur. Heç papagil bəri gəlmək fikri yoxdur. O qız da yaman qorxaq da. O ağ rubaşkada, rubaşka deyirəm, futbolkada olan qız. Bu qız yaman qorxaqdır. Səhərdən buralarla bir olub atdan qorxur. Ona baxın, hardan gedir. Ali, sürmək istəyirsən sən də? Malades bu uşaqları. Nərgizin dağ macarası qutardı. İndi də öy macarası başlayıb. Anesbəbin bağda görüm. Biraz gec gəldik. Axşam elədik. Ondan sonra gəlib yemək hazırladım. Uşaqlar yeyəndə görünək çirkin edir. Boşqabın içini. Yemək hazırladım. Ispanaq almışdım dünəndən. Ispanağı qovurdum. Tez bazar yüngül. Biraz da uçurduq, dağıtdıq. Bardaq elədik. Buraları. Bacım da gəldi. Bugün bir saat yenə tez gəldi. Dünən saat 10-da gəlmişdi. Bugün saat 9-da onun yarısında gəldi. Baxın, buradadır. Nə var deyirsən? Gördüm, nə ilə dolaşan var? Artıq nə var?
Sana yaramırsın, müşteri olur ya Allah zibilliye. Uşaqların ballarını mı? Elime keçenler var. Sözə baxmayanı versən. Var zübet oldu. Arzusu tökürlər, ora tökürlər, bura tökürlər. Deyirəm, orada veşilka var. Nə də gözəl baxsan, girişdə veşilka var, tərtəmiz, gül kimi yerdə. Elə stroğu duraram uşaqların üstünə. Anırdan girək Anırdan girək soyularla betər asarlar, nə? Dəcələri xalamız nə pisdir. Amma yox. İnan, sən elə rahatlandım bu gün. Elə rahatlandım dağıldı. Həqiqi. Alergiyam var idi, görsən dünən. Axsır-axsır dururdu. Səsin başını dəyişmişdir. Səsin dəyişirilmişdi. İndi maşallahdır, bacı maşallah. Maşallah, maşallah. Maşallahdır. Ana, sənə də dedik. Dünən işə giribsən. Bugün Elə dedik. işlərimə baxa bilərəm mi? Hı? Elə işlərimə baxa bilərəm mi? Çox qazanım. Həqiqi, Allah altına danışaq. Həqiqi yaxşıdır ailəsi. Suyumu da əlimdən buraxmıram. Gözləyəm. Əniz, içirsənmi? İçirsən bu suyu? Bir bardak ver, gör nə deyir. Yəni, tamlı sudur. Şeydir. Pastı dəmir dadır. Yox, valla xeyirli sudur. Baxsan, bırak... Şifalıdır, şifalı. Jum. Bırak şun da adı. Kazakstanın suyudur da. Kazak dilində yazılır. Bırak şun. Ay, bizə iç. Gözünü yum. Gözünü mü vazı? Gözünü yum iç. Yox, valla, nə qazlı sudur da. Barjıma yaxşıydı ama. Şifa olsun. İlk başlısı pastıdadır. Axısı qazlı gəlir biraz. Qazlı gəlir, borcuma zavq şarığı var. Borcun kimi dadmır ama. Dadmır. Qərib dadı var. Yaxşı sudur. Ələsbə. Semişka paçkasını versən, onu oturdun, yeyib qutararsan. Amma birazdan ürəyim, ona bax. Ürəyim bulanacaq, çox yemə. O gün zorla yaxşı olubsa. Alıb bir dənə belə paçkanı oturub yeyib tək başına. Burada park var. Parka gedib. Mən deyə biləm, bacım qonaq yerinə gedib. Elə yaxşıdır. Adam biraz sakitləşməkdən ötəri gedir, çıxır. Yox, rahat park, yaxşı park. Yaxşı parkdır, nə? Bir huzur verir adama. Yol ağacları sırayla, səliqəylə. Gəlib gedən bütün hamı bir-birinə qarşı. Dələlər var az o. Dələ, düzmü deyirəm biz dələ? Rus dilində ona nə deyirdilər? Quyruğu bir təridir, ağacların dırmız. Bizim dildə dələdir. Amma Rus dilində nə deyirdilər bilmirəm. Söz dilimizi danışın, istəyir Rusudur. İstədim ki, örgənimdən Rusu da örgən. Hə, belə. Nə oldu? Nə gördün? Heç nə görmədim. Öyle dediyinə gülməni. Ənəsbə, bizə nə deyirlər bilirsənmi? Elə bil deyir, 2 padruşkasınız siz. Zarafat eləyirlə danışırıq deyin. Bizim yaxımız həmişə belədir. Elədən elə gəlmişik, elə böyümüşük. Mən tənbəlləşməyim, durum buraları yığışdırım. Elə bir bomba düşüb. Getirsin mənə kömək edin. Boy. Elə gör, baxmayın qızlar o tərəfə. Nə gündədir. Yeyin orada təmiz qablarım var. Onu yığın, yerləşdirim. Bir dənə kirli qazan var, baxın, o da kirli. Ondan bu yekə qazan kirlidir. Onu da götürürəm. Təmizləri yerləşdirirəm. Yeməyi də xaladini qoyuram. Bu qədər qoyuladın ki, elə bir göy döyüğa qazandı. Yəni, bu dəqiqə döyüğa qazandı. Ora intası təmizlə kirli bir-birinə qarışıqdır. Təmizdən olarımız təmiz. Kirli bir odur, bir də o birisi daha pis olarımız təmiz. Qalanı da yığım yığışdırımdan biraz paritkalı olsun hər yerimiz. Hamının öyü də belə olur da, nə olur ki? Heç kimsə öyünə oraya pişir, kirəndirmirmi? Kirəndirmirmi? Yer zivillənmirmi? Zivillənir. Sonra süpürür. Elə biz. Elə. Yığışdıraq. Artıq. Dincələk bizdə. Bunları da göstərim mənim qızlarımı. Baxın, nə də gözəlləşiblər xanımlar. Böyüdükcə böyüyür. Bir tərəfdən də hey gül açır. Duşun altında qəşəng yarpaqlarını yuyub təmizləyəcəm. Orxideyalarımı hələ təmizləməmişim. Mən o orxideyanı götürəcəm oradan. Onu sən yıxarsan. O çiçəkliyə. O tərəfə qoyacam. Mən elə sakit-sakit düşən şey deyiləm. Yerlənə düşən dəqiq düşəcəkdir.
Xaif eləyərsən. Ürəyim ağrıyar az. Güllə ötərməz. Allah hamd olsun. Oyun yarpağı qırılsın. Ürəyimi elə bir batır. Mənim elə güllərim var idi. Rəng, çeşid. Bəzəkli. Hansı farısonla deyim. Daha deməyinə. Bütün yoluşdurdum. Bütün taqlarından getdim. Kim istəyət qaldırdım. Ona verdim. Qona getdim. Bu boyda getmiş. Bax bu boyda. Sonra şoferə verdim. Şoferin özü getdi onu. Mənim özüm gəlmədim. Şoferdən göndərdim. Ona da Nadirə dedim. Atam get Tiflisdən get götürdü apardı. Öz qaldığı ev apardı. Kökünü suya qoy. Sonra 2 gündən sonra kəndə getmiş. Kəndə aparıb getmişdi. Gülü. Nəsibə. Nə varsan? Alına dedim ben. Gelin alına. Namazını okudun mu? Hə, oxudum. Yatmır ha qız, uşaqlar yatmır. Gözlərinin altına elə bir dikən qoflar. Yatmır. Güzəlindən yeri getdi. Allah yeyini. Bak, hayva da yiyin. Suludur, hayva yaxşıdır. Onu deyim. Ha. Deyərək. Orada dururdan bir yaşayalım. Qadana bir gəldik, qoymusun, necə yığışdır uşaq-uşaqsın, nə? Özü uçmuş bir deyəlim. Özü sənə kimi edəndə yedir. Özü xariyib, hissedən gəlir axı. Yeni gəlir axı. Getdi uşaqlar da yesin, vitamin yazımı vədələrini yesinlər. O da xarab olmaqdırsa. Yüzünü təmizmiş, qalıqlıdır. Sən oyma qalıqlıma. Niyə? Soyma. Bazını qarajın. Qorxursan? Təhlükəlisən. Nəyim? Təhlükəli. Qorxursan mı? Qorxursan nə qaz qorxundan öbür üzümə qayrı keçin elə olmuşsan. Qalıq dem arada. Hı? Arada qalıq çıxardıram. Deyəfləm yemək yiyəndə. Sənin üzünə baxdım, sıraz deyim, görüm ayrılsın. Gəlin qalmışdı. Ağılsın, hasta olar. Həncər qalırsan boğazında? Bilmirəm, bax, burada nəsə var. Burada balaca yemək qırıntısı girir. Allah sən saxla. Tez qalırsan boğazında. Hocam indi var da. Ağca qənət də zadını örgətdilər qızlar mənə. Bizim dildə nünüdür. Əsl Azərbaycan dilində ağca qənətdir. Yarpağına bax, təzə atıb bu Nəsibə. 5 gündə basıranda içərlə söz çiçək verir. Tez çiçəklir ha buna baxanda. Bunlar da belə. Bunlar da belə. Biri-birindən gözəl. Burada da mən.